Tam görünürdü. Ha. Mən isə qadın cinsiyyət üzvlərinin fiziologiyasında yeniyetməlik dövrünün mərhələlərini, yumurtalıq siklini, estrogen, progesteron və onların mexanizmini, həmçinin relaksin, inhibin və aktivinləri danışacağam. Əvvəlcə yeniyetməlik dövrü haqqında danışsaq, buna biz başqa adla pubertə də deyə bilirik. Yeniyetməlik dövrünün özünün bir neçə mərhələsi var. Bu qızlarda 8-13 yaşında, oğlanlarda 9-14 yaş əhatə eləyir. Amma bedim, orta göstərici olaraq bu yaşlar götürülür. Lakin ümumiyyətcə son 10 illikdə ABŞ-da tədqiqat aparılır ki, yəni hər 10 illikdə bu yaş 1-3 ay geriyə inkişaf edir, yəni daha tezləşir. Ümumiyyətcə yeniyetməliyin, pubertenin özünün 4 mərhələsi mövcuddur. Adrenarxiya, telarxiya, pubarxiya və menarxiya. Adrenarxiya əslində yeniyetməlikdən bilavasitə əvvəlki dövrdür. Bu qızlarda 8-10, oğlanlarda 10-12 yaş əhatə eləyir. Bu zaman böyrəküstü vəzdə adrenokortikotrop hormonu və kortizolun səviyyəsi dəyişmədən adrenal androgen sintez olunmağa başlayır və bu 17 alfa hidroksilazan adlı bir liaza vasitəsilə olur və bunun sekresiyası artır, 25 yaşında pik həddə çatır və kişilərdə qadınlara nisbətən daha çox olur və biz buna DHEA, yəni dehidroepiandrosteron deyirik. Bu maddə yeniyetməkdən bir əvvəlki dövrü, yəni adrenarxiya adlandırdığımız dövrü göstərir. 60 yaşa çatanda bu dehidroepiandrosteronun belə miqdarı getdikcə azalmağa və aşağı səviyyəyə düşməyə başlayır. Bəs bunun bizim üçün nə kimi əhəmiyyəti var? Bu həm bədəndəki, yəni insan bədənindəki ehtiyaca görə testosteron və estrogeni dönüşərək hormonal çevrilərək hormonal tarazlığı saxlayır. Həm orqanizmin immunitetinə və müəyyən qədər də enerjisinə kömək eləyir. Həm də ki, məsələn, tutaq ki, əgər qadınlar həkimə aşırı tüklənməklə və yaxud da infertilite ilə müraciət eləyirsə, böyrək üstü vəzlərdə hansısa, məsələn, şiş, hiperplaziya kimi problemlər varsa, bu zaman dehidroepiandrosteron S, yəni onun sulfat formasının testindən istifadə olunur ki, bu ilə yəni düzgün diaqnoz qoyula bilsin. Həmçinin də tüp bebək tedavisi, yəni süni mayalanmada da yumurta keyfiyyətini arttırmaq üçün həkim tərəfindən istifadə oluna bilər, lakin həkim nəzarətində əlbəttə ki. Daha sonra telarxiya mərhələsi gəlir. Telarxiya süd vəzlərinin inkişafıdır. Bu zaman estradiol və progesteronlardan orqanizmdə rolu böyükdür. Bu zaman estradiollar duktus, yəni süd vəzi axacaqlarına, progesteron isə lobul və alveolların inkişaf etməsinə gətirib çıxarır, yəni kömək eləyir, stimul verir və pubarxiya mərhələsi. Pubarxiya mərhələsi aksillər və pubik nahiyədə, yəni qasıq və qolaltı nahiyəsinin tüklənmənin inkişafıdır. Bu da yenə adrenal androgenlərin təsiri ilə olur. Ümumiyyətcə estrogenlər, bunu əvvəlcədən qeyd edim ki, qadın orqanizmində estrogenlər, məsələn, tutaq ki, dəridə tükün nisbətən daha az olub, baş nahiyəsində, yəni saçda daha çox olması və s. çox az miqdarda tüklərə cavabdeh daşır. Əsasən, məsələn, tutaq ki, xüsusən qadınlar əgər kişi tipli tüklənmədən əziyyət çəkirsə və ya məsələn, qasıq nahiyəsində, qolaltı nahiyədə tüklənmədən söhbət gedirsə, biz bu zaman əsasən androgenlərin adını çəkəcəyik. Yəni, onlar bu funksiyanı yerinə yetirir. Və son olaraq menarxiya, bu artıq ilkin menstrual sikldir, ilkin aybaşı deməkdir. Menarxiyadan sonra bir il ərzində gənc qızlarda, yəni bir il ərzində anovulator sikllar olur. Yəni aybaşı düzənli, regular olmur. Lakin bu normaldır. Bir il sonra artıq bu öz yerinə oturur. Daha sonra bir də leptin haqqında danışmaq istəyirəm. Leptin nədir? Leptin xüsusi bir toxluq uyarıcı hormon kimi nəzərdə tutulur və bunun əslində tam olaraq 100% hansı mərhələdə aybaşıya təsir hələ də tam dəqiq deyil. Amma məsələn, sübut olunub ki, tutaq ki, anoreksiya nevrozalı qadınlarda, çəkisi, bədən kütlə indeksi aşağı olan qadınlarda və ya düzənli olaraq idmanla məşğul olan atletlərdə aybaşlar irregulyar olur. Lakin onlar əgər yenə bədən kütlələrini bərpa eləsələr, yağ toxumasının miqdarı normallaşsa, çünki bu yağ hüceyrələrindən sekresiya olunan bir hormondur. Bu zaman onların aybaşları yenidən gəlir, normaya çatır. Daha sonra keçək bu menstrual siklə. Ümumiyyətcə, qadın orqanizmində ilk menstrual sikldan sonra dönəm periodik olaraq hər ay ərzində orqanizm hamiləliyə, yəni fertilizasiyaya hazırlanır. Lakin əgər
hamiləlik baş verməsə, mayalanma getməsə yenidən növbəti sikl gəlir. Bu 21-35 gün ərzində olur. Əsasən bu ortalama 28 gün götürürük və 4 yerə belə deyim bölürük. Siz burada da gördüyünüz kimi birincisi 1-5 gün olan menstruasiyada, hansı ki biz aybaşı qan axmasını gördüyümüz dövrdür və ilk gündən etibarən 13-cü gündə daxil olmaqla birinci 13-cü günlərə biz folikulyar faza deyirik. 14-cü gün ovulyasiya günüdür. 15-28 isə luteal faza adlanır. Bunlara yəni nə olduğunu keçməmişdən əvvəl sadəcə deyim ki, hər bir fetal inkişaf dövründə 7 milyona yaxın, hər bir fetusda 7 milyona yaxın germ hüceyrəsi əmələ gəlir. Bunların bir hissəsi doğuşdan əvvəl məhv olur, involyusiyaya uğrayır və doğumda artıq 2 milyon hüceyrə ilə doğulurlar. Lakin bunların 50%-i atretikdir, yəni bir növ heç bir işə yaramır. Yəni bizdə 1 milyon hüceyrə qalır və bu 1 milyon hüceyrə fetal dövrdə, yəni ümumiyyətlə bütün bu əmələ gələn hüceyrələr fetal dövrdə hamiləliyin 5-ci ayından başlayaraq meyoz prosesinin birinci profazasına dayanırlar. Yəni meyoz başlayır, profaza 1-də dayanır və artıq doğulanda bu 2 milyon hüceyrə birinci meyoz profazada dayanmış olur. Və biz buna primordial folikul deyirik. Bu nə deməkdir? Doğuşdan hazır olan, sakit yatmış vəziyyətdə olan, içində profaza 1-də dayanmış ovosit olan, tək qatlı folikulyar hüceyrələrdən ibarət heç bir hormonal aktivliyi olmayan bir folikuldur. Və bu artıq yetkinlik dövrünə çatana qədər, daha doğrusu yeniyetməlik dövrünə çatana qədər bunların sayı 300 minə qədər azalır. Yeniyetməlik dövründə artıq hər iki yumurtalıq cəmi 300 min dənə primordial folikul olur. Lakin bunların sayının bu qədər azalmağına baxmayaraq, yəni artıq elmi araşdırmalarla göstərilib ki, yəni bir qadının ümumi menopauza dövrünə qədər olan sikllərində sadəcə 400-500 yumurta hüceyrə istifadə olunur. Digərləri zaten dejenerə olur, yəni degenerasiya uğrayır, bir növ heç bir şey yaramır və bu 400-500 hüceyrədə hər ay ardıcıl olaraq sağ və sol yumurtalıqda növbələşir. Bu primordial folikuldan sonra biz hər sikl başlayanda yumurtalıqda müəyyən primordial folikullar seçilir və bunlar primer folikula çevrilir. Bu 5-15, 8-12, yəni müxtəlif ədəbiyyatlarda müxtəlif cürdür. Qayıtında 8-12 yazılıb. Orta hesabla məsələn 10 götürürəm. Primer folikula çevrilir. Məsələn 8-10 dənəsi. Və bu primer folikular başlayır inkişaf eləməyə. Bunun primordialdan fərqi ondadır ki, bunlar aktivləşirlər. Hələ də içində profaza 1-də dayanmış ovosit var. Amma bunların artıq hüceyrələri kubik olur. Özünə epitel bənzər granuloza hüceyrələrinin əhatə edir və zona pellusidaları olur. Və antrumları hələ də yoxdur. Antrum nədir? Folikulyar maye ilə, folikul yanı maye ilə əhatə olunmuş boşluqdur. Bu hələ yoxdur. Amma zona pellusidalar var. Bəs zona pellusida nədir? Bizim üçün nə kimi bir əhəmiyyəti var? Siz burada artıq onu görürsünüz. Bunun əhəmiyyəti bir çox nöqteyi nəzərdən bizdə var. Məsələn, həm yumurta hüceyrənin özünün ətraf mühitin təsirlərindən zədələnmədən qoruyur. Həm onun üzərində ZP3 adlanan xüsusi zülal qrupu var ki, bu spermatozoidlərin tanınmasını və yumurtaya qəbul olunmasını təmin edir. Həm polispermiyanın qarşısını alır ki, bir spermatozoid hüceyrəyə daxil olduqdan sonra digərləri daxil olmasın və polispermiya olmasın, yoxsa embrion məhv olar. Və ümumiyyətlə embrion özünü də qoruyur, ektopik hamiləliyin qarşısını alır, uşaqlıq boyunda hərəkətdə, yəni yumurta hüceyrənin artıq bu mayalanmış yumurta hüceyrə olur, ora başqa yerlərə yapışmasının qarşısını alır. Bu primordial folikullardan yalnız biri 6-cı gün müddətində qədər inkişaf edir və 6-cı gün yalnız biri seçilib dominant folikul olur. Sual yarana bilər ki, bəs necə olur ki, 8-10 dənə folikul var idi, inkişaf eləyirdi, gəldi biri dominant folikul oldu, nəyə əsasən seçilir? Bunun üçün belə fərziyyə, yəni güman edilir ki, folikostimüləyici hormonu, yəni FSH-a ən çox cavab verən, ən yaxşı qanlanan folikul hansıdırsa, bu primar folikullar arasında o seçilir və o dominant folikul olur. Həmin bu dominant folikul özü də seçiləndən sonra 6-cı gündə artıq digərləri atreziyaya uğrayır yenə və bu folikul özü artıq birinci meyoz prosesini da bitirmiş olur. Yəni profaza 1-də idilər, gəldi primar oldu, seçildi dominant oldu, artıq birinci meyozu dayandırdı. Və birinci meyozu dayandıranda biri 2 dənə hüceyrə yaranır, biri sitoplazmanın çoxunu alır. Biz buna sekundar ovosit deyirik və bizim işimiz bir növ artıq bundandır. Digər parçalara ayrılır və itir. Bu birinci qutb cisimciyidir. Biz artıq bundan heç bir, yəni parçalanır, o bizə lazım olmur. Biz sekundar ovositlə işləyirik və bu sekundar ovosit özü
Korona radiata və Kumus Offers adlanan bir birləşmələrlə əhatəlidir. Hətta bu TUS-da da bu tip bir sual mövcud idi ki, bu yumurta hüceyrə 14-cü gündə, yəni ovulyasiya günündə gəlir, parçalanır folikul və yumurta hüceyrə qarın boşluğuna atılanda bilavasitə nə ilə əhatə olunur? Bu korona radiatadır. Ümumiyyətlə siz burada şəkildə də görürsünüz ki, biz artıq buna preovulator və yaxud da qraf folikul deyirik. Çünki artıq sekundar oosiddir içində, yəni hormonal aktivliyi var, ovulyasiya hazırdır. Teka interna və teka eksterna hüceyrələr var, granuloza hüceyrələr var. Bunların funksiyası haqqında birazdan danışacağıq. Estrogen ifraz eləyir, LH-a cavab verir və böyük antrumu. Burada açıq mavi rəngdə gördüyünüz içi folikulyar maye ilə dolu boşluğu var və bu ovulyasiya hazır folikuldur. Bu 14-cü gün ovulyasiya zamanı, yəni folikul partlayanda qarın boşluğuna, abdominal boşluğa düşür və yumurtalığın fibrinləri vasitəsilə tutulub gəlir və burada gördüyünüz Kumus Offers əslində folikuluna yumurta hüceyrəni folikula birləşdirən bir toxumadır. Hüceyrə toplusudur, belə deyim. Zona perisida da onun daxili qatıdır, lakin o oositi birbaşa əhatə edir. Və qorun boşluğuna atılanda biz korona perisidanı da görürük o oositin üstündə, yəni ondan biri atılır. Bu qarın boşluğuna atıldı və yumurta hüceyrənin fibrinləri vasitəsilə tutulub yenidən uşaqlıq borusuna və oradan da uşaqlıq boşluğuna gəlir. Bu zaman folikulun yeri, partlamış folikul qanla dolur və corpus hemorrhagicum adlana bilir və bir də həmçinin corpus hemorrhagicum adlana bilir. Bu bəzən əmələ gəlir əsasən, yəni bu corpus hemorrhagicum. Bir də burada kiçik miqdarda minor abdominal qanaxma olur ki, bu da peritonial irritasiya verir. Biz buna mittel şmez adı veririk. Bu nə deməkdir? Mittel orta, şmez ağrı deməkdir alman dilindən tərcümədə və bu orta ağrı, yəni deyirik 28 günlük siklin 14-cü gün, yəni tam ortasında olan bir ağrıdır. Bu adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edir və çox vaxt hiss olunmur da. Yəni sağ və ya solda inkişaf folikulun partlamasından asılı olaraq da o nahiyədə hiss olunur. Çox nadir hallarda bir gün, gün yarım çəkə bilər, amma əsla şiddətli ağrı deyil. Folikul partlayandan sonra folikulun granuloza və burada gördüyünüz teka interna, teka eksterna hüceyrələri gəlir proliferasiya üçün düzülür. Daha sonra onun yerində sarı cisim, corpus luteum əmələ gəlir və beləliklə luteal faza başlayır 15-28-ci gün. O estrogen və progesteron ifraz edir, sekresiya edir. Lakin burada corpus luteumun böyüməsi üçün bizə ən vacib olan belə mənbə yetərli qan axınıdır. Əgər yetərli qan axınımız yoxdursa, bu zaman biz corpus luteumu böyüdə bilməyəcəyik. Yetərli qan axını üçün də burada vaskular endotelial growth faktor, vaskular endotelial böyümə faktoru VEGF adlandırılan bir maddə gəlir ki, bu damarlarda angiogenezi sürətləndirir, bir növ yeni damarlar yaradır və bu yeni damarlarla da xüsusən də əgər həmin o yumurta hüceyrədə 14-cü ovulyasiya günü mayalanma başlayıb hamiləlik başlayarsa, corpus luteum keçəcək corpus luteum gravitası, yəni hamiləlik corpus luteum sarı cisimlə və o 4-cü ayın sonuna qədər məcburda progesteron ifraz eləsin. Çünki hələ plasenta formalaşmayıb və progesteron ifrazı yalnız corpus luteumdandır. Və əgər bu VEGF olmasa, onda damarlara lazım olan damarlar artmayacaq, qan axını çox olmayacaq və həmçinin də bura xolesterin çoxluğu gəlib progesterona çevrilib yenidən qan axınına qayıtmayacaq. Və bunu məhz hamiləlik vaxtı corpus luteum gravitasının qalmasını təmin edən hamiləlik hormonu hesab olunur HCG-dir, yəni xoriono gonadotropin hormonudur. Hətta biz buna dırnaqarası şəkildə sarı cismin xilaskarı da deyə bilirik. Çünki o olmasa VEGF artmır. Bu zamanda sarı cisim funksiyasını göstərə bilmir və erkən abortlara gətirib çıxardır. Yox, əgər deyək ki, mayalanma baş verməyib, hamiləlik olmayıb, onda nə olur? Onda növbəti menstruasiyadan əvvəl, 4 gün əvvəl, 24-cü gündə İFN, qamma, hipoksiya, TNF, alfa kimi mexanizmlərlə apoptoz baş verir və corpus luteum gedir, yerinə skar toxuma, fibroz toxuma, corpus albicans, ağ cisim gəlir. Və bu zaman zaten oositdə biz deyirik ki, oositlərin əslində yaşama müddəti biz 48 saat götürsək də, yəni daha doğrusu 72 saat götürsək də, onun əslində mayalanmasını saxlama qabiliyyəti bu müddətin yarısından da az, yəni 24 saat ancaq saxlaya bilir. Yəni 24 saat mayalanma qabiliyyətini saxlayır, 72 saatda oosit özü uşaqlıq boşluğunda qalır, mayalanma baş verməsə məhv olur, gedir. Spermatozoidlərdə biz bu müddətə 3-5 gün, 120 saata qədər deyə bilirik. Belə bu şəkildə, yəni yerinə corpus albicans gəlir. Bundan başqa yumurtalığın hormonları haqqında danışmaq istəyirəm və yumurtalığın özünün
ifraz elədiyi müəyyən hormonlar var. Bunlar estrogenlər və progesteronlardır. Ümumiyyətcə bu hormonlardan estrogenlər heç biri birbaşa sintez olunmurlar. Onlar androgenlərdən sintez olunurlar. Və bu bayaqki dediyimiz granuloza hüceyrələri və teka interna hüceyrələri vasitəsilə olur. İlk əvvəl estrogenlərdən danışsaq, 3 növ var. 17 beta estradiol, estron və estriol. Bunların arasında ən güclüsü Y2 adlandırdığımız estradioldur. Daha sonra estron və ən son ən zəif estrioldur. Estradiol estrondan 12, estrioldan 80 dəfə güclüdür. Bunların 2% sərbəst, 98% birləşmiş şəkillərdə. Bunun 60% albuminə, 38% isə steroid bağlayan globulinə, steroid binding globulinə birləşmiş şəkildə gedir və ümumiyyətcə bu estrogenlər korpus luteum tərəfindən luteal fazada, plasenta tərəfindən hamiləlik müddətində və teka granular hüceyrə tərəfindən də siklin əvvəlində birinci olaraq ifraz olunur. Bu teka interna hüceyrələrində çoxlu LH reseptorları var ki, LH-ın belim stimulyasiyası ilə burada siklik adenosin 3,5 monofosfat xolesterini androstediona çevrilir. Lakin burada sizin şəkildə də gördüyünüz kimi bizim üçün ən vacib olan androestediondan testosteronu və daha sonra estron və estradiolu almaq üçün CYP19A1 aromatazıdır. Lakin teka interna hüceyrələrində bizdə bu aromatazalar yoxdur. Ona görə teka interna hüceyrələri sintez elədikləri androestedionu verirlər granular hüceyrələrə və granulyar hüceyrələr öz aromatazları vasitəsilə bu androestediondan və testosterondan uyğun olaraq estron və estradiolu sintez eləyirlər. Və bu şəkildə qan dövrəyə buraxırlar. Bundan başqa böyrək üstü vəzdə çox az miqdarda androgen və estrogen sintezi mövcuddur, lakin bunun o qədər də əhəmiyyəti yoxdur. Bu əsasən lap əvvəllərdə hələ sikl olmamışdan qabaq bəlkə müəyyən qədər süd vəzlərinin böyüməyində özünü göstərə bilər. Bunlar ümumiyyətcə qaraciyərdə belə metabolizm olurlar. Bu necə olur? Bunlar qaraciyərə gəlirlər, estriol və ondan sonra daha zəif metabolitlərə parçalanırlar. Qlikron turşusu ilə və yaxud da sulfatla konjugasiya olunub, bir hissəsi ödə atılır, oradan bağırsağa gəlib yenidən qan dövranına qayıdır. Bir hissəsi isə sidiklə xaric olunur. İdrarda, yəni sidikdə ən az 10 fərqli estradiol metabolitini görmək olar. Və bir də biz dedik ki, plasenta, korpus luteum, teka və interna və granuloz hüceyrələr vasitəsilə olur sintez bunlar. Lakin əgər az miqdarda da böyrək işləyir. Lakin əgər menopauza dövründə olan bir qadındırsa, bu zaman pi toxuması tərəfindən də biz bunların sintezini görəcəyik. Ümumiyyətcə, bu estrogenlərin iki pik sekresiya olunduğu nöqtə var. Biri ovulyasiyanın əvvəlidir, bir də luteal fazın ortasındadır. Normada 133-dürsə, əgər norma deyəndə, yəni fazanın əvvəlində, erkən fazalarda, ovulyasiyanın əvvəlində 380, luteal fazada 250-dir. Xüsusən də ovulyasiyanın əvvəlində estrogenin bu qədər olması onun vaginal seliyi durulaşdırmasından asılıdır ki, bu da mayalanma üçün böyük əhəmiyyət daşıyır. Bəs bu estrogenlərdən bu qədər danışdıq. Bunların orqanizmə nə kimi xeyirli var, yəni nə kimi təsirləri var? İlk əvvəl bunlar follikulun inkişafını təmin eləyir. Uşaqlıq borusundakı hərəkəti, məsələn, buradakı kirpikli toxumanın, kirpikli hüceyrələrin bir istiqamətdə uşaqlıq borusuna doğru hərəkətini artırır. Uşaqlığın qan axınını artırır, inkişafını, həcmini böyüdür, əzələ miqdarını artırır və bu əzəldəki yığıcı proteinlərin, kontraktil proteinlərin miqdarını artırır, hansı ki, bu uşaqlığın yığılmasını təmin edir. Hətta immatur və yaxud da yumurtalığa çıxardılmış qadınlarda uşaqlıq kiçik olur, miometrium atrofik və inaktiv olur. Hətta belə bir ifadə işlədə bilər ki, estrogenin hakimiyyətində olan uşaqlıq oksitosina daha həssasdır, progesteron isə bu həssaslığı azaldır. Uzun müddətli estrogen müalicəsində olanda da endometrium hiperplaziyaya uğrayır. Buna görə də əgər biz bu estrogen müalicəsini qəfil kəssək, bu zaman atılma qanaması olacaq. Yəni bu hipertrofiyalaşmış endometrium bir növ qopub düşəcək. Düşəcək, ay başına bənzər qanaxma olacaq. Follicle stimulləyici hormonu azaldır. LH-da bayaq Gülmiran dediyi kimi negativ pozitiv feedback ola bilir. Hipofizin ölçüsünü artırır və ertəsi gün kontrasepsiyası adlanan cinsi əlaqədən sonraki 4-6 gün müddətində yüksək dozda estrogen qəbulu ovumun implantasiyasının qabağını alır. Həmçinin angiotensinogenin sekresiyasını artırır, tiroid birləşdirici qlobulinlərin sekresiyasını artırır, libidonu artırır. Son araşdırmalarda göstərilib ki, tam dəqiq olmasa da, Alzheimer'da da onun qabağının alınmasında da bu estrogenlərin böyük əhəmiyyəti var. Həmçinin qadınlara xas anatomik quruluşun, gen çanaq, dar çiyinləri,
estrogenlər nəticəsində olur. Larinksın qorunması, qadınlarda səsin tizliyinin olduğu kimi qalması, daha sonra duktus, yəni süd vəzi axacaqlarının və areolanın pigmentasiyasına cavab verir, süd vəzlərinin ölçüsünə cavab verir. Həmçinin vaginal epitellə erkən yaşda, yəni yetməlik dövründən əvvəl kubik epitel olursa, daha sonra bu təbəqələşmiş qatlı epitelə keçir. Bunun bizə nə kimi xeyri var? Bu travmalara və həmçinin infeksiyalara daha davamlı olur. Ona görə də əgər azyaşlı uşaqlar vaginal infeksiya ilə həkimə müraciət edirsə, bəzən onlar hətta az miqdarda estrogenlə də müalicə oluna bilirlər. Çünki o vaginal epitelisinin quruluşunu dəyişəcək və o infeksiya və travmaya daha davamlı hala gələcək. Menstruasiyadan əvvəl həm luteal fazada aldosteronun artması, həm də estrogenlər duz və su toplanmasına gətirib çıxarır. Bu da özü qadınlarda menstruasiya dövründən əvvəl şişkinliyin izahıdır. Həmçinin üzdəki pi vəzlərinin, sebaceous gland adlandırdığımız pi vəzlərinin ifrazatını durulaşdırır ki, akne və komedonun qarşısı alınır. İləri səviyyədə qaraciyər xəstəliyi olan insanlarda, məsələn, ovucun qızarması və spider angiomlar, süd vəzlərində böyümə, ginekomasiya məhz elə estrogen səbəbindən olur. Nəyə görə? Qaraciyər çatışmazlığı var bu adamda və bu artıq öz funksiyasını yerinə yetirə bilmir deyə androstedionu parçalamır. O məcbur olur yenidən qan dövranına qayıtsın. Bu zaman yenidən estrogenlər yaranmağa başlayır və artan estrogenlər də bu əlamətlərə gətirir. Həmçinin osteoporozun, miokard infarktının, xolesterolun azaldılmasında böyük əhəmiyyət var. Buna görə də premenopauzal dövrdə qadınlarda miokard infarktı və ateroskleroz çox az rast gəlinir. 6-cı 14-cü xromosomlarda yerləşən genlərlə idarə olunur. 6-da alfa geni, 2 tip, 14-də isə bir tip estrogen beta geni var. Estrogen alfa uterus, böyrək, qaraciyər, ürək, beta over, prostat, ağciyər və mərkəzi sinir sisteminə təsir göstərir. Kişilərdə, qadınlarda da estrogen alfa çıxar geni delesiya olunarsa sterillik, yəni infertilite yaranır. Osteoporoz olur, epifiz bağlanmır. Buna görə böyümə olur daimi şəkildə. Estrogen beta isə kişilərdə hiperplazik prostata, yağ itirilməsinə, yağ toxumasının itirilməsinə səbəb olsa da fertillik qalır. Qadınlarda isə estrogen beta da silinəndə fertillik itir. Və bir də onu da qeyd edim ki, fitoestrogenlər adlanan bitkilərdən alınan estrogenlər var ki, hansı ki bunlar insanlarda çox böyük əhəmiyyət kəsb eləməsə də heyvanlarda güclü təsirə malikdir və bir də sintetik estrogenlərdən alınan lokal məlhəmlər var ki, hətta məsələn süd vəzlərinin bəzən böyütmək üçün də bundan istifadə olunur və bunlar yalnız həkim məsləhətinə və həkim nəzarətinə istifadə olunmalı maddələrdir. Çünki ola bilər ki, onlar vizual olaraq müəyyən qədər qan axımını artıracaq, yağ hüceyrələrində proliferasiya eləyib dəyişiklik yaradacaq. Amma əslində bunu unutmamaq lazımdır ki, bu tip maddələr lokal olaraq deyil, sistemik şəkildə orqanizm tərəfindən qəbul olunur, bir hissə tətbiq olunsa da. Və bir də hal-hazırda belə bir sual mövcuddur ki, bu estrogenlər daha doğrusu isti basmanın, miokard infarktının, aterosklerozu və osteoporozun qarşısını alırsa, biz menopauza dövründən sonra qadınlara bunu veririk. Onda da bunun endometriumə və süd vəzinə təsirinə görə endometrium və süd vəzi xərçəngi yaranır. Ona görə də son dövrlərdə tamoksifen və raloksifen adlı iki selektiv estrogen preparatı mövcuddur ki, bunlar süd vəzinə və uşaqlığa, raloksifen hər ikisinə də, tamoksifen isə sadəcə süd vəzinə təsir göstərmir və yəni xərçəngi yaratmır. Amma isti basmanın, miokard infarktının, ateroskleroz və osteoporozun qarşısını alır. Daha sonra progesteronlar. Progesteronların əsas mənbəyi hamiləlik dövründə plasenta, sikl dövründə korpus luteumdur. Yenə 2% sərbəstdir, 80% albumin, 18% isə digər qlobulinlə, CBG ilə birləşmiş şəkildədir. Bunun da estrogenlərində ömrü çox azdır, yaralanma ömürləri. Estrogenlərdə 1-4 saat, bunda ondan da az. Lakin bunların təsirləri uzun müddət qalır. Yenə qaraciyərdə preglandiol, oradan da qliqron turşusu ilə birləşib idrarla, sidiklə atılır. Kişilərdə norma 0,3 nanoqram bölünsün mol, millilitr daha doğrusu. Qadınlarda normada 0,9, luteal fazada 18-ə qədər qalxa bilir. Hədəfi beyin, yəni mərkəzi sinir sistemi, süd vəzləri, lobulyar, alveolar və laktasiyada önəmi var. Bunu sizə Ülker danışacaq. Və uşaqlıqdır. Həmçinin serviks, vaginalda dəyişiklik yaradır. Bunu da Zəhra sizə izah eləyəcək. Və oksitosinə həssaslığın azaldır. Membran potensiallarını artırır, LH-ı azaldır və ovulyasiyanı dayandırır və həmçinin tənəffüsü stimullaşdırdığına görə hamiləlik dövründə və həmçinin luteal fazda progesteronun miqdarı artdıqca
qadınlarda kişilərə nisbətən və digər qadınlara nisbətən alveollardakı PSO2, yəni CO2-nin qatlığı azalır. Çünki tənəffüs daha stimullaşır progesteronun təsiri ilə. Bir də progesteronlar xüsusi bu steroid birləşdirən qlobulинlərlə xüsusi şəkildə birləşir və bu birləşmədiyi müddətcə o istilik şok proteininə birləşir. Progesteron gələndə istilik şok proteini ayrılır və progesteronla həmin o qlobulinlər birləşir. Lakin mifepriston adlı xüsusi bir maddə var ki, bu istilik şok proteinin ayrılmasını əngəlləyir və progesteron birləşməyə qoymur. Ona görə də mifepriston hal-hazırda prostaglandinlərlə birləşdirilmiş bir şəkildə tibbi abortlarda, yəni qeyri-invaziv abortlar üçün müxtəlif ölkələrdə dərman preparatı kimi istifadə olunur. Bunun da yenə 3 növü mövcuddur. Progesteron A, B və C və yenə progestin, gestagen kimi müxtəlif birləşmələr şəklində estrogendən oral kontraseptiv kimi istifadə olunur. Son olaraq relaksinlər və inhibindən, aktivindən danışsaq, relaksin prostat vəzində və korpus luteum tərəfindən sekresiya olunan polipeptiddir. Bu əsasən simfis pubis oynaqları müəyyən qədər yumşaldır, boşaldır, serviksi yumşaldır, genişləndirir ki, doğuş aktı rahat getsin. Uterinin kontraktilliyini azaldır. Hamilə olmayan qadınlardakı funksiyası hələ də tam bilinmir, lakin ümumi qəbul olunur ki, yəni hamiləlik üçün böyük əhəmiyyəti mövcuddur. Həmçinin süd vəzlərində də rol oynayır və digər canlılarda bu bir gen vasitəsilə idarə olunur. İnsanda isə 9-cu xromosomda 2 gen vasitəsilə və bir də son olaraq aktivin inhibinlər var. Bunlar demək over, yəni yumurtalıq və testislərdə, testisdə sertoli hüceyrələri, yumurtalıqda granuloza hüceyrələri tərəfindən sekresiya olunurlar. 3 növ var. Siz indi hal-hazırda burada ekranda görürsünüz. Alfa, beta A və beta B. Əgər alfa ilə beta A və yaxud da alfa ilə beta B birləşirsə, bu zaman bizə inhibinlər yaranır. Bunlar follikel stimüləyici hormonu azaldırlar. Əgər beta A və beta B öz aralarında birləşirsə, bu zaman aktivinlər yaranır. Aktivinlər isə əksinə follikel stimüləyici hormonu artırırlar. Həmçinin sümük ağ qan hüceyrələrinin yaranmasında da iştirak edirlər. Orada da tapılıblar və əgər bu iki gen delesiya olunarsa, bu zaman siçanlarda tümörlər yaranır ki, yəni buradan da sübut olunur ki, tümör supressor funksiyası var, lakin hələ də tam 100% funksiyası məlum deyil. Bunlar plazmada alfa-2 makroglobulinlərlə, toxumada isə follistatinlə birləşir. Əgər sualınız varsa cavablandırım, yoxsa mən suallara keçim. Çox. Aha. 4-cü ayın sonuna qədər. Ola bilər. Mən kitabda səhv eləmirəmsə 4-cü ayın sonuna qədər idi, ona görə elə demişdim. Ola bilər. Bəlkə ola. Ha, ola bilər. Yəqin ki, mən qarışdırmışam. Bəlkə 4-cü ayın əvvəli olub, mən səhvən sonu yazmışam. O da ola bilər. Aha. Suallara keçim. Pubertədə ilk Pubertədə ilk baş verən əsas dəyişiklik hansıdır? C olar. Aha, düzdür. Sekonder cinsi əlamətlərin inkişafı. Daha sonra 35 yaşlı qadında luteal faz çatışmazlığı var. Progesteron səviyyəsi aşağıdır. Ən çox hansı struktur zədələnib onda? Korpus luteum. Düzdür. Daha sonra 30 yaşlı qadında sonsuzluq şikayəti var, servikal mukus qalındır və sperm keçidi çətindir, progesteron yüksəkdir. Bu vəziyyət siklusun hansı fazasına uyğundur? Aha, bəli, çünki luteal fazda dedik ki, progesteron maksimum səviyyəyə çatır və o da servikal mukusu qalınlaşdırır, sperm keçidini çətinləşdirir.
Daha sonra fertilizasiya baş verməyibsə, korpus luteum nəyə çevrilir? Korpus B. albicans. Alçısman. Düzdür. Korpus luteumun hamilə qadında funksiyasını davam etdirməsi üçün hansı hormon lazımdır? Bəli, düzdür. Və bir də hamiləliyin erkən dövründə qadın çanaq bağlarının yumşalması müşahidə olunur. Bu təsir hansı hormonla əlaqəlidir? Relaksin. Düzdür. Bu qədər. Dinlədiyiniz üçün çox sağ olun. İndi sıra məndədir. Daha paylaşım.